Əhmədli metrosuna yaxın Lütfüzadə küçəsində tam yaşayışlı binada yeni bir mənzilimiz satışa çıxdı. İlk öncə təqdimata qonaq otağından başlayırıq. Mənzilin geniş və işıqlı olan qonaq otağı, mənzildə təmirdən sonra yaşayışı olmayıb, ümumi sahə 100 kvadratlı 2 otaqdan 3 otağa düzəlmədir. Otaqların ölçüləri genişdir, döşəmə laminat, istilik sistemi, kombi sistemidir, radiatorlar quraşdırılıb. Bütün otaqlarda pərdəli üstür asılıb. Mənzilin dəhlizi, giriş qapısı, dəhlizin döşəməsi qranit mərmərdir, isti döşəməylə. Dəhliz mebeli üçün yeri var. Giriş qapısının sağ tərəfində düzəlmə olan uşaq yataq otağı, ölçüsü genişdir. Bura mənzilin böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Rahatçılıqla yataq dəstini yerləşdirmək olar. Yataq otağından eyvana çıxışı var. Mənzilin mətbəxi. Mətbəx də genişdir. Rahatçılıqla divan, stol qoyub oturmaq olar. Mebeli də tam yığılıb, aksesuarları quraşdırılıb. Mətbəxdən də eyni eyvana çıxışı var. Eyvanda kombi aparatı, qaz sayğacı quraşdırılıbdır. Mətbəxin və dəhlizin döşəməsi qranit mərmərdir, isti döşəməklə. Sanitar qovşaq bir yerdədir və bütün aksesuarlar yığılıb. Sanitar qovşağın da döşəməsi isti döşəmədir. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzil 18 mərtəbəli binanın 18-ci mərtəbəsindədir, qanuni mərtəbədir, mansard deyil. 100 kvadrat ümumi sahəsi var. 2 otaqdan 3 otağa düzəlməli. Sənəd çıxarış ipotekaya da tam yararlıdır. Qiymət 179.000 manat.